Sayın Əjdər bəy, yəni Türkiyə üçün belə deyək də prioritet nədən ibarətdir? Geosiyasi mövqe yoxsa milli məsuliyyət, yəni Güney Azərbaycanı nəzərdə tutanda bunların hansı sizə görə Türkiyə üçün daha çox övləviyyətdədir, önəmlidir? Buyurun lütfən. Təşəkkür edirəm Cavad bəy. Məsələ budur ki, bizim demək ki, Türkiyə ilə istər Azərbaycanın quzeyində və istər Azərbaycanın güneyində bağlantılarımız və münasibətlər o qədər dərindir ki, yəni bu günləri kimsələr bunun üstündə bir Fars və ya Kürd və yaxud başqa qruplar hesab açsalar, bu demək ki, onların xeyrinə olası bir şey deyil. Əlbəttə bu Azərbaycanın və quzeydə, güneydə Azərbaycanın xeyrinə olacaq. 100, demək ki, 10 sənə, 15 sənə əgər Türkiyə ordusu gəlməsəydi, cülolar, bu Kürdlər, bu ermənilər, qulağı kəsik, nəm demək ki, andraniklər gəlmişlər yuxarıdan ermənisindən və Rusun silahı hamısı Azərbaycanın güneyində marşimonlar nə yaradırdılar. Türk ordusu gəldi bunları demək ki, hamısını oturtdu yerinə, orada demək ki, 150 mindən çox Türk'ü öldürdülər bunlar, hamısı. Və oradan ne oyunlar çıxarttılar. Və sonradan da Azərbaycanın quzeyində də bu Türkiyə ordusu gəldi. Və özəlliklə də bu sonda da bu 44 günlük savaşda da yine də Türk ordusu gəldi. Yəni o Osmanlının o ağır durumunda, o dönemdə belə, hətta belə o ağır durumda, o Osmanlının ağır durumunda Məhəmməd Əmin bəy Rəsulzadənin Türkiyədə o demək ki, siyasi tavrı, siyasi hərəkətləri istər sarayda, istər orada mediada, yəni Azərbaycanın və bu gəlib Cumhuriyyətin yaranmasına qurtarması, yəni bizim bağlantılarımız o qədər dərindir ki, yarın da bu gün Türkiyədə də Azərbaycanda yönetimlər var, amma yarın da hər surətdə, hər halda kimsə yönetimdə olur, ondan asılı olmayaraq Azərbaycanın güneyində özdə bir zaman olub ki, bu günləri bu texnika belə inkişaf edib ki, hər kəsin əlində bir telefon. Mən 44 günlük savaşda Türkiyədəydim. Türkiyədə, şəhərlərdə, meydanlarda cəmaatı görürdüm. Bərbərçidən, taksi şoferçidən, bazarlarda, cəmaatdan soruşurdum, əfəndim, savaşa gedərsinizmi Azərbaycanda? Erməniyə qarşı, Rusa qarşı, tabi gedərəm, necə getmərəm? Və gəldilər və gəlmişlər və gələcəklər. Bunun qarşısında almaq olmayacaq. Özəlliklə də demək ki, keçmiş Yugoslaviyada demək ki, gördünüz də və sonra da Azərbaycanın quzeyində. Amma məsələ buradadır ki, bu günləri, bu təhlükələr, bu qadabalasız demək ki, gəlirlər bunlar, özdə açıqsasına deyirlər. Bu günləri Trump çıxıb deyəndə ki, oranın xaritəsi dəyişiləcək, desə kifayətdir. Demək ki, ağlan işarəti kafi istəyənlər. Bir kifayətdir bir işarət. Bu dedi, sözün dedi. Bəzi vaxtlar bu Trump oğu Maralaguya gedəndə təyyarəsinə deyir ki, məni məcbur eləməyin, bir söz danışam, sonra demək ki, sözümün altında qalıram. Çətinlik çəkirəm, deyirəm, danış elə, indi danış, isti, görək nə deyirsən. O kəlmələr içindədir, sözləri qaçırdı. Və burada bir şeydir ki, Amerika və İsrail də burada qopartdıqlarını tağına ki, qopartmaya getməyəcəklər. İstəklərini qopartmayacaqlar, getməyəcəklər. Buradadılar. Aynən nə deyirsiniz, Putin çıxır, nə deyir ki, gəlin sevdalaşayım. Ukrayna siz mənim, ondan gedin də siz orada belə şeylər deyir. Bunlardan keçib. Ay demək ki, Çinlə Quzey Koreya bu dəmirdümürü ki, göndəriblər. Bunlar da neçə aylardır deyirlər, belələrini düzəltmişik. Filan deyir, hamısını çıxardacaqlar. Sıçan deşikində nə varsa, onları da vuracaqlar. Yəni, heç imkansızdır ki, demək ki, Trump da, Netanyahu da, qayda 95% bu günləri İsraildə hələ belə bunlar belə taktuk salırlar, hay-küy. Trump da deyir, bu farslar yalan danışmaqda ustadılar. Medianı əlləşdirməkdə də ustadılar. Yalan da elə bir fake xəbərlər yayırlar, doldururlar filan, sözüm onda yox. Amma məsələ budur, 95% bu günləri bu Yahud milləti savaşın demək ki, kənarında ya demək ki, Netanyahunun kənarındadır. Bu həmin Netanyahunun məhkəmələri var, filanı var. Və 20% orada ərəblər də, 20% orada yaşayan ərəblər də savaşın demək ki, kənarında dururlar, deyirlər ki, davam etdir. Niyə? Canları təhlükədədir. Bilirlər ki, bu Tehran rejiminin və yaxud da İsa bəy söylədikləri qalıntıları bir şey də qalmayıb. Yalandan bunlar gözə soğurlar. Özləri qorxuda, özləri bir-birindən filan dağılıbdır. Ona görə də biz silahlı dəstələrdir və təhlükəli bir şeydirlər. Sabahları bunlar daraşacaqlar bu cəmaata, cəmaatın evlərinə, eşiklərinə, namuslarına, dükkanlarına talan edəcəklər.
Heç kəsə rəhm etməyəcəklər. Ona görə bu günlərdə nə deyir bu Tehran rejimin qalıntıları? Deyir, ay Trump sən get, Netanyahu sən də get. Ondan qoy gör. Bunun rəsmi televiziyasında çıxıb deyir ki, barmaq sirkələ deyən qoy bunlar getsin görsün nə qayrazıyor. Hələ deyir ki, o 2 ay bundan qabaqki əməllər heç deyə ondan pisini də eləyəcək və eləyərlər və milyonlarca insanı bunları qırarlar. Bunları da bəyək da Sayın İsa bəy söylədilər. Axı neyniyək? Olmayan saçlarımızı didək deyək. Hə, bunları biz tanıyırıq. Bunları biz tanıyırıq, bu mallacıqazları və bunlar demək ki, Fars dövlətçiligini, bunun şahı, şeyxi, birincisi belə çıxardılar, yarpın üstünə qoyurlar bu Pəhləvi sülaləsini. Elə bil ki, dırnaqları çəkən, adamın gözünün qabağında demək ki, ailəsinə təcavüz edən, adamları zorlayan, dəstə-dəstə edam edən, elə bil Məhəmməd Rza deyirdi. İnsanları bütün dədəbala güllələrə bağlayan, Ərəbi, Türkü, Azərbaycanı məhv edən dədəbala deyir. 4 dəfə Rza, Məhəmməd Rzanın dədəsi oğuldur. 4 dəfə Azərbaycana girib qoşunu ilə. Sonra oğlu girib qoşununla Azərbaycan. Sonra Xumeyni girib. Eyni şey təkrar ediblər. Ona görə də bu günləri Azərbaycanda, yəni sabah bunlar, əgər addımlarını dəng atmayalar, o yerə gedələr. Yəni deyirsən ki, bu çox bağışlı üzr istəyəm. İç savaşa sürükləyirsiniz. Sürükləyirsiniz, bu da 45-ci il zat deyil. Bətbərəni bağlayasınız, ondan gələsiz, Azərbaycanda bir 30 mini qırasınız, bir dəsində sürgünə, ota tam qadanlaracaq, bir anda demək ki, ta fələkül əflaca bir zənnəcək və yaxud o demək ki, Mazənləranda hansı ucqar yerlərəcək, Azərbaycanları səhv eləyəsiniz, məhv eləyəsiniz, Türk yurdunu, abidələri də məhv eləsiniz. Ondan sonra da heç bu günə kimi hər şey göz qabağında, hər şey göz qabağındadır. Və bu günlərdə demək ki, bir tələbkar kimində gələcəksiniz, biz gəlirik, sizə demokrasi gətiririk. Siz, hardan bu demokrasiya ilə çox adam məzməzə eləyir. İndi ay demokrasi. Sən bilirsən ki, demokrasi nədir? Yaşayıbsan demokratik bir durumda, bir demokratik dövlətdə, bir ölkədə. Bilirsən demokrasi yəni nədir? İstiqlal, bağımsızlıq yəni nədir? Rifah dövləti, ədalət dövləti yəni nədir? Məsul dövləti yəni nədir? Bunları bilirsənmi? Və seçim nədir? Parlament nədir? Bunları bilirsənmi? Azərbaycanda cumhuriyyət yarananda 100 il bundan qabaq. Hər kəs də indi çıxıb deyirlər. O nə cumhuriyyətidir orada? Hamı orada vardı. Əlbəttə pluralist bir dövlətidir, parlament. Hamı orada idi. Menşevik də, Daşnak da, kommunist də, nə bilim, ümmətçi də hamı. İndi kimsə xiyanət elədi, o idi. Onun demək ki, ədəb-ərkanı çatmırdı. Getdi içindən 1000 dənə satqınlar çıxdı, Sovet çıxdı. Və yaxud demək ki, orada hamısı başda Məhəmməd Əmin Rəsulzadə olmaqla hamısı bilirdilər ki, o demək ki, o diplomatik, nə bilim, bunlar hamısını gözləyirdilər. Davranış belə deyirlər, nə oldu? Cumhuriyyəti elə gündə baş nazir dəyişilirdi. Baş nazir oturacaqdı orada demək ki, çəliklə gəzəcəkdi, yəni neyniyəcəkdi? Parlament qərar verirdi, sənin demək ki, işin bitti. Xoyli, sən get qoy filan gəz otursun orada. Qəbul edirdilər. O davranış bəlli olmuşdu. Və bu günləri də deyəndə parlament adam deyir ki, bizi qızı da salaq oraya parlimana. Dayı özü getdi, yerinə də filan kəs. Dayı mən qocaldım, gedirəm, o otursun orada. Demək ki, sən parlament deyirsən, mən demirəm, hələ bu özü Azərbaycanımızda. Azərbaycanda hələ adam çıxdı da demək ki, tanınmış o parlamentta oturan, dedi 2 nəfərdən sonra qalanı filan. Seçki olmalı, ondan sonra səsi nə mənədir. Bu günləri Azərbaycanın güneyinə Kürd gəlir, Kürd. Kürd ki, Ərbildə bir-birinin dırnağını çəkir, asayiş qoyubdur, qulağını kəsir, bir-birini zorlayır, gəlir bizə demokrasi gətirər. Gəlir bizə sekularçılıq, dünyəviçilik gətirər. Baxına günə qalırıq Azərbaycanlılar, Azərbaycan türkləri, güneydə və filan. Ona görə də və yaxud Məhəmməd Rzanın oğlu və yaxud bir şeylə, ay Amerikalı, Trump çıxıb deyəcək ki, Trump olmasın, nə bilim, Barack Obama olsun. Çıxıb deyəcək ki, ay güneylər, sizə də bir dənə şah yollayırıq, otur yerində. 150 dənə Amerika kongresməni çıxıb deyir ki, sizə də bir dənə xalq mücahidləri, dünənləri İngiltərədir, çıxıb deyirlər ki, götürün də bu xalq mücahidləri demokratidir. Yığışdırın bu sözləri, siz bunları tanımırsınız. Bunlar bu rejimi dəstəkləmək üçün deyir, bu rejim təhlükəlidir, adam yiyəndir, teröristdir. Amma bu xalq mücahidləri bunlardan da bətərdilər. Bunlardan da bətərdilər. Bunlar tamamiyyət ərzi, İranın bütövlüyü filan eybəcər bir şeydilər, qarışıq bir şeydilər. İdeolojik dövlətlər, kaoslik, teokratik. Azərbaycanlılar 100 il bundan qabaq nə də deyirəm, cumhuriyyət yaradıblar, cumhuriyyət gətiriblər, parlament gətiriblər, jurnalistika gətiriblər, demokrasi gətiriblər, seçki gətiriblər, qadın azadlığı gətiriblər. Hamısın dünyəviçiliyi gətiriblər. Azərbaycanlılar bizlər.
İndi bu günləri gəlib biri də bizə təzədən başlayıb o tərəfindən oxuyur. Desənə siz kimsiniz? Siz niyə gətirəsiniz? Sizə kimi deyib, bu missiyanı sizə kim verib və biri də türlü Azərbaycanlılara da Sayın Cavad bəy sözün sonu. Biri də qaçıb gedirlər, qoşulurlar bu İrançılara. Sonrasından gəlirlər sizdə bizə demək ki, sekularizm gətirin, dünyəviçilik gətirin, bizə xod muxtarlıq verin, nə bizə nə verin və filan verin. Deyirsən, ana sən dövləti buraxıbsan, milləti buraxıbsan, Azərbaycanı buraxıbsan, Türkü buraxıbsan, gedibsən 4 dənə tumanın altında Klaşnikov gizlədib gələnlərə demək ki, nə deyirsən, beyyət eləyirsən sən. Hələ Muştabanın yeri tapılmamış, sən İran adlanan yerin demək ki, filanda oturubsan. Sən burax bunları, sən bir dənə Azərbaycan düşünürsən, bir millət düşünürsən. Ona görə də bu günləri bəzi vaxtlarda Azərbaycanın quzeyində də bəzi adamlar çıxıb deyirlər, qardaş sizi güneylər bir-birinizdən yola getmirsə, birləşin də, bu adamı axı siz bilirsiniz. Bu adam gedir PKK ilə, PJK-la, nə bilim, adı nədir, Komele ilə müqavilə imzalayıbdır. Bundan nə cür oturmaq olar bir yerdə? Bu adam gəlib Bakıda deməyinə baxmayıb, bu gedir oradan deyir ki, İrançılarla, xalq mücahidinlə oturub durub. Bu deyir ki, gəlin gedək ona beyyət eləyir. Bundan nə cür oturub durmaq olar? Bu sabahları deyəcək, Fərəh mənim anamdır. Fərəh bizim anam, mana filan deyir. Nə Fərəh, nə filan, nə filan. Elə deyir, bunlar qaçıq bir şeylərdilər. Nə şah dövrüdür, biz şahçılıqla qutarmışıq. Məhəmməd Əmin Rəsulzadədə, Mustafa Kemal Atatürkdə qutarıb bu işlər bizdə. Ona görə də bu günləri biz istiqlal qoymuşuq. Millət də bilir, gənclik də bunu bilir. İndi bu günləri demək hər şeyi bətbələni bağlayırlar. Harada deyirdilər? Yoxsa açda bir 10 gündən sonra gör nə olacaq. Ona görə də Sayın Cavad bəy, mən də bir türk olaraq, Azərbaycanlı olaraq, elə demək ki, ömrümün böyük hissəsi bu Azərbaycanın quzeyində, Türkiyədə, hamımız bir-birimizi tanıyırıq. Türkiyə sabah gələcək. Bunu kimsə başının altına yastıq qoyub, Klaşnikovunu yağlayıb, hazırlayıb Urumiyaya qarşı marş eləməsin. Ya Tehrandan çıxarsan sən kərəzə yetişməmiş o Azərbaycanın güneyinin o 7 milyonluq səni daş altında qıracaq. Hara gedirsən? Azərbaycana mı? Keçdi o döyürlər. Və yaxud Azərbaycanın quzeyində bu millət Sumqayıtda, bu millət Qazaxda, bu millət Tovuzda bir dəfə zəlzələ oldu, Azərbaycan istiqlalını bərpa eləməmişdi. Külli Azərbaycan ayaqda idi. Bu millət sabah meydanlarda olacaq. Bunu demək ki, Tehranın vaxtı ilə yetişirləri deyirdilər. Bir şey olsa sabah bu Azərbaycan ayaqda elə bilirsiniz, bu milləti yuxuya veribsiniz, 4-5 dənə nəmli çəpşi atıbsınız ortaya, filan demək ki, oyun çıxardır. Elə deyil. Bu millət, dövləti vardır, bu millət vardır. Ay nəminim 2 dənə o dəmir dümürdən fırladarsınız, qorxusu gələcək. Elə deyildi. Necə ki, o Arazın kənarında oyun çıxartdınız, Türkiyə Cumhuriyyəti dövləti ilə Azərbaycan dövlətinin o özəl qüvvətləri gələndə belə getdiniz ha. Bu millət hər anda səfərbar olar. Bu Türk milləti ilə şaka yapmaq olmaz. Amma ay fikriniz gedirsə İran adlanan yerdə o dəmir dümürdən varız. Sizə lazım olan nə şey varsa Azərbaycanda var, Türkiyədə var. Bu nəcə narahat olmur. Sizə lazım olan nə şey var? Yavelin istəyirsiniz, təmiz dəmir günbəz istəyirsiniz, başqa şeylər, bir də döyüşkən istəyirsiniz. Həm bunun güneyində, quzeyində də bu döyüşkənlici bu millət bacarır və sizin heç birinizə, nə mücahidizə, nə şahsızıza, nə kürdüzə, nə başqa, oturun yerinizdə. Heç birinizə kimsə bu Azərbaycanda, bu Türk milləti inanmır. Və Azərbaycan da quzeysiz, Türkiyəsiz, onu da heç vaxt belə yuxuza gətirməyin. Məsələni biz oturub bir cilayə ediriksə, ona görə ki, millətimizi təhləməyəsiniz. Millətimizin demək ki, bir hissəsini allatmayasınız. Avamı, kitləni oyuna çəkməyəsiniz. Bu günləri demək ki, bu günləri Sayın Cavad bəy də deyil. Açıla bu demək ki, bu bizim saytlarımız var. Bizim demək ki, televizyonlar var. Bu dillər açılar, söhbət olar. Niyə bu Azərbaycanın üstündə bir dənə sensora? Amandır, dəyiş, danışmayın, kim narahat olar? Xox gələr, ay Rus belə narahat olar, ay demək ki, Fars narahat olar, amandır, teröristi var. Amma xeyr, bunlar da bu sindromlar sınıb və demək ki, bu günlər əgər bu sınır, Trump'ın əli ilə sınırsa, Netanyahu'nun əli ilə sınırsa, geçsin özləri cavablarını versin. Siz çağırıb gətiribsiniz. Bizim millətinə, yox, biz deyirik ki, hansı milləti vursun? Biz niyə deyirik? Niyə vursun? Amma biz durup demək ki, çıxacaq, ay Netanyahu'ya yalvaracaq, Trump'a yalvaracaq, məktub yazacaq, gəlib bunları vurmayın, bundan çıxın gedin, bunlar da bizim canımıza daraşsınlar. Yox, biz deyil. Biz Sayın İsa bəy də dedilər, biz öz millətimizi, öz ölkəmizi, öz mənfəətimizi düşünürük. Amerikalılar da elə düşünür, İsraillər də. Biz də burada belə düşünürük. Amma sabahları Kürdlə gedin, Farsla gedin, yox, belənci rəsətələr, belənci nüsxələr bizdə keçməz. Təşəkkür edirəm.